Salam əziz izləyicilər. Bu gün mən sizə IT yönümlü ixtisaslar barəsində danışacağam. Ümumiyyətlə IT nədir? IT yönümlü ixtisaslar seçdikdə gələcəkdə biz nə ola bilərik? Bu barədə danışacağam. Ümumiyyətlə IT yönümlü ixtisaslar deyəndə bu aşağıdakılardır. Bunlara əlavə olaraq proseslərin avtomatlaşdırılması, informatika müəllimliyi, robotexnika və başqa deyə bilərik. Ümumiyyətlə IT yönümlü ixtisasların ilk maaşları barəsində danışaraq sizi sevindirməyə çalışacağam. Kompüter elmləri ixtisasının minimum maaşı 1500-1800 manatdan başlayır. Yəni siz hər hansı bir bankda kompüter elmləri ixtisasını bitirib işə başlasaz, minimum 1500-1800 manat arası qazanacaqsınız. İnformasiya təhlükəsizliyi də həmçinin, yəni banklarda 1500-dən başlayır. Bu yerdə qalan ixtisaslardan da çalışım danışacağam. Sonra biz bu sualla qarşılaşırıq ki, biz ümumiyyətlə təhsilimizi ingilis dilində oxumalıyıq, yoxsa Azərbaycan dilində. İngilis dili oxuyanda biz nə üstünlüklər əldə edəcəyik? Bunun üstünlüyü ondadır ki, Azərsel təqaüd proqramı elan edir. Siz o təqaüd proqramına başvurursunuz. Buna Azərbaycan dili oxuyanda başvurur, siz də başvurursunuz. Amma ki, Azərselin önəm verdiyi bir şey tədrisi ingilis dilində oxuyandır. Zaten böyük şirkətlər IT-də bu test mərhələsinin, test mərhələsinin əsasən ingiliscə edir. Yəni sən də ingilis dili bildiyin üçün və yaxud da ingilis dili oxuduğun üçün, yəni sözləri də rahat başa düşürsən, onlar da görür ki, sən ingilis dilini bilirsən, ingilis dilini oxuyursan deyə səni digər namizədlərdən qabağa çəkirlər. Yəni ingilis dili oxumanın faydasını görəcəksiniz. Başqa yerlərə də başvuranda, yəni siz ingilis dili oxuduğunuzu vurğulasaz, sizə önəm verəcəklər. Yəni bunun fərqi budur. İndi isə biz keçək kompüter elmləri bitirdikdən sonra biz nə ola bilərik? Ümumiyyətlə kompüter elmləri bitirdikdən sonra siz aşağıda gördüyünüz ixtisaslar üzrə peşə sahibi ola biləcəksiniz. Software developerə gələk. Software developer backend developerlə eyni şeydir. Bunun işi çox sadədir. Ümumiyyətlə bizim gördüyümüz saytları, proqramları, telefonda olan applicationları hamısını bunu software developer edir. Bu nə edir? Bunun işi odur ki, saytda ümumiyyətlə, hər bir saytın arxa fonunda kodlar olur. Mən o kodları sizə göstərəcəm. O kodları yazan, yaradan backend developerdir. Yəni software developer. Bu software developerin işi yəni o kodları yaratmaqdır. Sıfırdan bir bina kimi onu inşa edir də, belə deyək. Frontend developer isə sizin mobil applicationda və yaxud da ki, saytda ilk gördüyünüz interfeys, siz şəkillərlə qarşılaşırsınız, nə bilim, müəyyən yazılarla. Bunun hamısı frontend developer edir. Yəni o şəkli ora gətirir, nə bilim, yazını ora gətirir. Hamısı frontend developerin işidir. Data science, data analyst isə bunlar eyni bir şeydir. Data analyst biraz data science-dan kiçik anlayışdır. Siz ümumiyyətlə bir məhsul alırsınız. Bu məhsulu aldığınız gedir bir databazaya, databazda toplanılır. Yəni məlumat bazasında toplanılır ki, bu istifadəçi bunu aldı. Hansı məhsul daha çox alındı, əsasən bu ay hansı məhsul satışda oldu falan. Hamısı bunu data analyst baxır, analiz edir. Deyir ki, və sonra proqnoz verməyə başlayır ki, biz bu məhsulu satsaq, daha çox əldə edə bilərik. Və yaxud da bu məhsulu bu vaxtda endirsək, daha çox qazana bilərik. Bunu data analyst ümumiyyətlə diaqram halına gətirir, belə qrafik halına gətirir ki, başa düşülməsi rahat olsun. Və bunu atır şirkətdə işləyən, proqnoz vermə qabiliyyəti olan birinə. Buna da biznes analist deyilir. Yəni biznes analist ən çox satılan şeylərə baxır və yaxud da ki, istifadəçinin marağını ən çox cəlb etdiyi şeylərə baxır və proqnoz verməyə başlayır ki, mən bunu satsam, daha çox gəlir əldə edərəm. Və yaxud da bunun qiymətini azarsam, daha çox gəlir əldə edərəm. Yəni, data analistin məqsədi dataları yığmaqdır. Və bu dataları yığanda qrafik diaqramlardan istifadə edir əsasən. Ona görə də o müəyyən bir dillər bilir. Məsələn, SQL databaza dili bilməlidir, Python bilməlidir, Excel bilməlidir. Yəni, data analistin işi biraz normaldır.
nə çətindir, nə asan, belə deyək. DevOps engineer isə atıram, siz Trendyol-a girirsiniz də, bəzən də siz də rastlaşmısınız. Saytın biri çox gec açılır, biri çox tez açılır. Buna müşahidə edən DevOps engineer-dir. Bu DevOps engineer-in işi odur ki, saytı maksimum sürətli eləməyə başlayır. Yəni sən saytı trendyol.com yazan kimi trendyolun.com-un saniyəsində açılmağı buna DevOps engineer müşayiət eləyir. Və yaxud da ki, Trendyol bir dənə kampaniya elan elədi, tutalım ki, qara cümə. Buna axı endirim olduğu üçün çoxlu tələbat olacaq. DevOps engineer burada buna müşahidə eləməlidir ki, mənim saytıma çox adam girəndə sayt çökməsin. Bu bunu necə edir? Ümumiyyətlə bu software developerin yazdığı kodları analiz edir və onu sürətləndirməyə çalışır ki, hansı kodun və yaxud yerin dəyişsəynə, bu kod əvəzinə başqa kod yazsaq daha sürətli işləyər sayt. Əsasən ona müşahidə edir. AI ML engineer bu AI yəni süni zəka, ML-dəki machine learning engineer-dir. Ümumiyyətlə süni intellekt siz öyrənmək istəyirsinizsə, gələcəkdə riyaziyyat bilməlisiniz. Riyaziyyat və Python. Bunu biləndən sonra siz asanlıqla süni intellekt mütəxəssisi ola bilərsiniz. Zaten kompüter elmləri ixtisasını oxusaz, özünüz görəcəksiniz ki, hər semestrdə 3-4 dənə riyaziyyat keçilir. Yəni bunun da əsas səbəbləri odur ki, zaten bunların əsas öyrənilməsinə səbəb riyazi biliklərinin yaxşı olmasıdır. Backend developer-də riyaziyyatdan istifadə edilir. DevOps-da, data science-da, AI, machine learning engineer-də, yəni riyaziyyatdan çoxlu şəkildə istifadə olunur. Ümumiyyətlə siz riyaziyyatı ona görə bilməlisiniz. Çünki gələcəkdə peşə sahib ola biləcəyiniz ixtisasların hamısında riyaziyyat olunur da, istifadə olunur. Riyaziyyat təməlidir. İndi isə gəlin kiber təhlükəsizlik barəsində danışaq, yəni informasiya təhlükəsizliyi. İnformasiya təhlükəsizliyində kompüter elmləri kimi çoxlu qolları var. Ən əsası buradan Azərbaycanda istifadə olunan penetration testləri, SOC analizdir. Mən də çalışacağam ən çox bunlardan danışım. Ümumiyyətlə penetration tester deyəndə nə başa düşək? Onu başa düşün ki, bu penetration tester, yəni hakkerin legal variantıdır. Yəni hacker girir sistemə, hücum edir və oradakı müştəri məlumatlarını çəkir, oğurlayır. Amma ki penetration tester odur ki, sən şirkətlə müqavilə ilə əsasında işləyirsən, sənə onlar maaş verirlər aylıq. Şirkət deyir ki, mənim bu saytım var, sən bu saytı analiz elə. Sən bu saytı analiz edirsən, oradakı zəiflikləri tapırsan və bu zəiflikləri şirkətə bildirirsən ki, sən bu zəiflikləri bağla. Yəni penetration tester bu zəiflikləri tapıb şirkətə report edəndir. SOC analist isə SOC analist odur ki, atıram, Azərbaycanda indi bəzi saytlar var ki, ona xaricdən girmək olmur. Çünki SOC analist həmən xaricdən girəcək olan adamları əvvəlcədən bloklayır. Yəni IP-sinə görə bloklayır. Atıram, Ermənistanla müharibə dövründə Azərbaycandakı bir çox saytlar Ermənistandan gələn IP-ləri bloklamışdı. Çünki yəni hücum idi da bu. SOC analist də bunu bloklayır ki, mənə hücumlar gəlməsin. SOC analistin işi odur ki, ümumiyyətlə bu sayta hücumların qarşısını almaqdır. Necə qarşısını alır? Hacker sayta hücum elədi. Hacker gəldi admin panelinə. Admin panelinə gələndə bu hacker başlayır şifrələri yazmağa. Amma SOC analist görür ki, bu dalbadal səhv şifrələrini yazır. SOC analist başlayır onu bloklamağa. Çünki admin olan biri şifrəni düz yazacaq da, yəni ilk girişdən düz yazacaq. Uzaq başı ikinci girişdən. Amma ki bu bədniyyətdir hacker. Başlayır elə dalbadal hücum eləməyə, yəni səhv şifrələr yazmağa. Ona görə SOC analist həmən hackeri bloklayır. Yəni SOC analistin işi budur da, şirkətdə olan hücumları izləməyə, aşkarlayıb cavab vermək, yəni onu bloklamaq. Cyber security engineer isə şirkətdə servislər, şəbəkə olur və bu şəbəkənin, servislərin qurur və bunun təhlükəsizliyini təmin edir. Məsələn, sizin bilmədiyiniz şirkətdə təhlükəsizlik mexanizmləri olur ki, bu adam bunu inşa edir də, qurur. Qurur ki, təhlükə olanda, yəni həmən anında təhlükənin fərqində olasınız. Forensic expert
Bu Azərbaycanda çox yoxdur. Cloud security də həmçinin. Yəni bu da Azərbaycanda çox yoxdur. Ona görə bu mövzulara çox toxunmayacağam. Ümumiyyətlə kompüter elmlərindən kiber təhlükəsizliyin ortaq və fərqli cəhətlərinə baxaq. Ən birinci fərqlidən başlayaq, sonra ortağa keçəcəm. İkisi də çox perspektivli sahədir. Yəni ikisini də siz bitirsəz, əgər öz üzərində çalışsaz, yəni iş tapmaq olasılığınız çox yüksəkdir, dəhşət. Kompüter elmləri proqramlaşdırma əsasıdır. Yəni sən ancaq proqramlaşdırma dilləri öyrənib və onları tətbiq edirsən və süni intellekt sahəsində və bir çox sahələrdə istifadə olunur da. Amma ki kiber təhlükəsizlik, yəni sən dövlət işində, hərbidə, məsələn DTX-da, Daxili İşlər Nazirliyində və yaxud bir çox polis orqanlarında sən kiber təhlükəsizlik işçisi kimi fəaliyyət göstərə bilirsən. İkisində də müəyyən sertifikatlar yox. Kiber təhlükəsizlikdə sertifikatlar olur. Hansı ki sən o sertifikatları pul verib imtahanına girirsən, amma ki kompüter elmlərində belə bir şey yoxdur. İndi isə gəlin bunların ən önəmli ortaq cəhətinə keçək. Ümumiyyətlə bu IT ixtisaslarının ən önəmli ortaq cəhətini deyəcəm sizə. Məsələn, mən kompüter elmləri oxudum, bitirdim 4 il, amma ki informasiya təhlükəsizliyi ilə məşğul olmaq istəyirəm. Vakansiyalarda var ki, indi keçək vakansiyaya. Baxın, bu bizim vakansiyamızdır. Paşabank üzrə məlumat təhlükəsizliyinin idarə edilməsi, istiqaməti üzrə baş mütəxəssis, yəni kiber təhlükəsizliklə əlaqəlidir. Amma ki, burada tələblərə biz baxırıq. Tələblər odur ki, təhsil informasiya texnologiyaları, riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi. Yəni sən informasiya texnologiyalarını bitirsən belə, bu sahə üzrə işləyə bilərsən. Çünki IT-də ən yaxşı xüsusiyyət odur ki, sən IT ilə bağlı hər hansı bir ixtisası bitirsən belə, digər ixtisasa aid işdə işləyə bilirsən, əgər ona qarşı bilgin varsa. Yəni mən atıram, kompüter elmləri Bakı Dövlətdə oxudum, 3-4 il, 3-cü 4-cü kursda artıq mənim diplomum var. Amma ki mən sabah bura CV göndərəndə mənim üçün problem olmayacaq. Çünki mən IT ixtisasda oxumuşam, kompüter elmlərində oxumuşam. Yəni əsas xüsusiyyət odur. Sən riyaziyyatın özün belə bitirsən, informatika müəllimliyinin özün belə bitirsən, sən burada işləyə bilirsən. Yəni bu çox gözəl bir şeydir. İkinci məsləhətim isə sizə, sən tutalım ki 400 bal yığmısan. Oxumaq istədiyin ixtisas informasiya texnologiyalarıdır. Amma ki sənin balın çatışmır. Sən 400 yığmısan, bu 415-dir. Onun üçün avtomatik olaraq sən birinci ildə kompüter elmlərin yazmalısan. Nəyə görə yazmalısan? Çünki kompüter elmləri ilə informasiya texnologiyaları eyni bir şeydir. Sənə öyrətdikləri şeylər eynidir. Sən informasiya texnologiyalarında oxuyub eyni adam olasan, kompüter elmlərində oxuyub eyni adam olasan. Yəni burada sənə keçirilən şeylər eynidir. İkisində də proqramlaşdırma dilləri və riyaziyyat keçilir. Avtomatik olaraq, yəni ümidsizliyə qapılmalı deyilsən. Kompüter elmlərini yazmalısan. Və yaxud da ki data analitika. Data analitika da yəni bunlarla bağlıdır. İnformasiya texnologiyaları, data analitika, kompüter elmləri, yəni bunlarla bağlıdır. Üçü də başlıca eyni ixtisasdır. Amma ki bunların balları fərqlidir. Yəni sən data analitikasını bitirib backend developer də ola bilərsən. Yəni çox sadə, çox gözəl. Həmçinin informasiya təhlükəsizliyini keçək. Tutalım ki sən uşaqlıqdan hacker olma eşqi ilə yan tökülürsən. Amma ki 400 bal yığmısan, 90 balın çatışmır. Sən bir dənə seçimən var ki, bakalavrı kompüter elmləri oxuyasan, sonra magistri informasiya təhlükəsizliyi verə bilirsən. Yəni çox sadədir. İnformasiya təhlükəsizliyinin magistrda bal da azdır. Kompüter elmlərinin eyni zamanda və yaxud da ki bakalavrda kompüter elmlərini oxuya, sən informasiya təhlükəsizliyi ilə məşğul ola bilirsən. Kurslara gedirsən və yaxud da ki YouTube-da self-study eləyib özün öyrənirsən. Yəni çox rahat, çox sadə. Yəni ürəyinizə qara bağlamayın ki, mən kompüter elmlərini bitirmişəm, amma ki mən hacker ola bilməyəcəm. Çox rahat olacaqsınız. Sadəcə biraz özünüz üzərində işləyin. Kompüter mühəndisliyi ixtisası isə əsasən bu da kompüter elmləri ilə fərqli xüsusiyyətləri var. Bu biraz kompüter mühəndisliyi bizim bildiyimiz helpdeskdir də. Məsələn, kompüter niyə Wi-Fi-yə qoşulmur və kompüter Wi-Fi-yə qoşulur, amma ki internet olmur falan. Yəni kompüter xarab oldu, məsələn sönür, yanmır falan. Kompüter mühəndisliyi ixtisası əsasən baxırdı. Amma ki kompüter mühəndisliyi proqramlaşdırma dilləri də öyrənə bilir, onu tətbiq eləyə bilir.
Yəni kompüter elmləri ilə kompüter mühəndisliyin abartılıcı dərəcədə fərqi yoxdur. Gələk əsas məsələyə, hansı universiteti seçək? Ümumiyyətlə siz normal bal yığmısınızsa əgər, yəqin ki, normal bal yığan uşaqlar universitetin də fərqindədirlər. Amma ki, yenə də deyim, siz 650, nə bilim 650-dən çox bal yığmısınızsa, yəni 100% yazacağınız universitet ya Bakı Ali Neft Mərkəzi olmalıdır, ya da ki, ADA Universiteti. Bu ADA Universiteti də ki, pulludur. Yəqin ki, ora pulsuz da çox baldır. Yəni ora düşmək çox çətindir. Amma ki, yenə də əgər pulsuzuna da balını satırsa, ADA Universiteti və yaxud Bakı Ali Neft Mərkəzindən seçməlisiniz. Çünki bu universitetlərdə IT yönümlü ixtisaslar çox qəşəng tədris edilir. Yəni onların müəllimləri də çox qəşəngdir. Amma bu yerdə tutalım ki, sizin yığdığınız bal 400, 500 və yaxud 300 neçə, 300-ün axırları falandırsa, Bakı mühəndislik məsləhətdir. Yəni orada da yaxşı keçirilir. Amma ki, qalmısınızsa, ASTU, Bakı Dövlət, ADNOS-u, siz ümumiyyətlə tələbə olanda sizə bezdirəcək bir şey var ki, o da imtahanlardır. Əgər imtahanları yaxşı keçmək istəyirsinizsə, imtahanları normal imtahan vermək istəyirsinizsə, yəni kəsilməmək istəyirsinizsə, Azərbaycan Texnik Universitetini seçin. Çünki burada imtahanlar ADNOS-u və Bakı Dövlətə nisbətən asandır. İkinci yerdə də ki, əgər Bakı Dövləti sevirsinizsə, Bakı Dövlət yazın. Amma ki, ADNOS-u ən axırda yazın. Çünki burada imtahanlar çox çətindir. Yəni kəsilmə olasılığınız çoxdur. Yəni ona görə də əgər imtahan falan fikirləşirsinizsə, ADNOS-unu sonda yazın. Sonda onu demək istəyirəm ki, əgər video xoşunuza gəldisə, abunə olmağı və videomu bəyənməyi unutmayın. Sonraki videom onunla bağlı olacaq ki, mən yığdığım nümunə ballara uyğun ixtisas seçimi edəcəm. Məsələn, 400 bal yığdımsa bu ixtisas seçimi edəcəm, 500 yığdımsa bunu edəcəm. Yəni sizə də onun video şəklində göstərəcəm. Ümid edirəm bu video sizin üçün də xeyirli olmuşdur. Oldu.